Salam, gəlin birlikdə Qətərə doğru virtual bir səyahətə çıxaq. Yox, bu bildiyimiz adi turist səfərlərindən olmayacaq. Bu dəfə biz bir ölkənin necə eyni anda həm öz dərin ənənələrinə bağlı qaldığına, həm də inanılmaz bir sürətlə gələcəyə doğru dəyişdiyinə şahid olacağıq. Yəni hazır olun, bu səyahətə tam fərqli bir pəncərədən baxacağıq. Bir anlıq təsəvvür edin, elə bir məqamda bir ölkəyə gedirsiniz ki, o sanki bir yol ayrıcındadır. Bir tərəfdə min illik adət-ənənələr, o biri tərəfdə isə başgicəlləndirici bir gələcək vizyonu. Bax, bizim bugünkü söhbətimizin əsas sualı da elə budur. Və söhbət əlbəttə ki, Qətərdən gedir. Bugün biz Qətəri məhz bu unikal zaman kəsiyində kəşf edəcəyik, onun dərin mədəniyyətini və cəsarətli iqtisadi planlarını bir yerdə görməyə çalışacağıq. Gəlin, başlayaq. Yaxşı, bəs niyə məhz 2026-cı il? Niyə bu il bu qədər vacibdir? Səbəb odur ki, bu sadəcə təqvimdəki növbəti bir il deyil, bu Qətərin öz iqtisadiyyatında yeni bir səhifə açdığı əsil bir dönüş nöqtəsidir. Gəlin ümumi mənzərəni anlamaq üçün əvvəlcə bir neçə rəqəmə nəzər salaq. Dünya Bankının məlumatlarına görə Qətərin təxminən 3,1 milyon əhalisi var və adam başına düşən ümumi daxili məhsul, yəni gəlir 71 min dollardan çoxdur. Amma bu rəqəmlər əslində hekayənin sadəcə başlanğıcıdır. Yaxşı, əsas məsələ də elə budur. Qətərin bütün iqtisadiyyatı demək olar ki, maliyyələşdirilmiş təbii qaza, yəni qısaca LNG-yə bağlıdır. Bilirsiniz, bu bir tərəfdən çox böyük bir gücdür, amma eyni zamanda da ciddi bir riskdir. Çünki dünyada enerji qiymətləri oynayan kimi, bu birbaşa Qətərə təsir edir. Bax, ölkənin həll etməyə çalışdığı əsas məsələ də elə budur. Bəs, Qətərin bu asıllığa qarşı planı nədir? Cavab, 3-cü Milli İnkişaf Strategiyası. Bu qrafikdə ən maraqlı məqam nədir bilirsinizmi? Baxın, bu bənövşəyə xətt ümumi iqtisadi artımı göstərir və bu artım artıq neft və qazdan deyil, məhz turizm kimi yeni sahələrdən gəlir. 2026-cı il üçün proqnozlaşdırılan o 5,3%li artım, bax, bu yeni strategiyanın birbaşa nəticəsidir. Yaxşı, bu böyük iqtisadi mənzərəni başa düşdük. İndi gəlin biraz praktik olaq və bu xəyali səyahətimizi gerçəyə çevirək. Təsəvvür edin ki, biz həqiqətən də ora gedirik. Planımız necə olardı? Plan əslində olduqca sadədir. 1. Tarixi seçirik. 2026-cı ilin fevral ayının sonu. Bunun çox xüsusi bir səbəbi var, birazdan biləcəksiniz. 2. Təyyarə biletini alırıq. Və 3. Ən vacibi, özümüzü tamamilə fərqli, unikal bir mədəni təcrübəyə hazırlayırıq. Gəlin səyahəti biraz da reallaşdıraq. Məsələn, Bakıdan Dohaya birbaşa uçuşlar var. Qatar Airways və ya Azərbaycan Airlines ilə orta hesabla 4 saat yarıma mənzil başına çatmaq olur. Yəni, bu cədvəl bizə göstərir ki, bu səyahət əslində çox əlçatandır. Və budur, gəldik səyahətimizin ürəyinə. Niyə məhz 2026-cı ilin fevral ayının sonu? Çünki müqəddəs Ramazan ayı təxminən fevralın 18-də başlayır. Yəni, biz Dohaya elə bir vaxta çatırıq ki, bütün ölkə bu xüsusi mənəvi atmosferə bürünüb. Bəlkə də Ramazanla o qədər də tanış olmayanlar var. Qısaca desək, bu sadəcə gün boyu yemək-içməkdən imtina etmək deyil. Bu həm də bir düşünmə, mənəvi təmizlənmə və insanların bir-birinə daha da yaxınlaşdığı bir aydır. Və bu dövrdə bütün ölkənin gündəlik həyat ritmi tamamilə dəyişir. Baxın, həyatın ritmini günəşin hərəkəti müəyyən edir. Sübh tezdən sahur vaxtı oruc başlayır və gün batanda axşam iftar vaxtı oruc açılır. Bu cədvəldə gördüyünüz kimi ay irələdikcə vaxtlar da dəyişir və bütün ölkə sözün əsli mənasında bu təqvimlə nəfəs alır. Bir səyahət bloqundan götürülmüş bu sitat məncə vəziyyəti çox gözəl təsvir edir. Bu, ölkənin səsküylü, parlaq üzünü deyil, onun daha dərin, daha sakit ruhunu görmək üçün əla bir fürsətdir. Gündüzlər sakitlik, axşamlar isə tamam başqa bir canlanma. Təbii ki, bu xüsusi dövrdə səyahət edərkən bəzi məqamları nəzərə almaq lazımdır. Hörmət əlaməti olaraq. Məsələn, geyim. Daha təvazükar geyinmək gözlənilir. Və ən əsası, bu çox vacibdir. Oruc saatlarında, yəni gündüz vaxtı çöldə yemək, su içmək, hətta saqqız çeynəmək qəti qadağandır. Mağazaların ritmi də tamamilə dəyişir. Gündüzlər bir çox yer bağlı olur. Amma axşam düşən kimi, xüsusilə iftardan sonra hər yer canlanır. Mağazalar gecəyə qədər açıq olur. Sanki şəhər gecə oyanır. Yaxşı, bəs bizim bu mədəni təcrübəmizin gecələr canlanan o ticarət mərkəzlərinin, ölkənin böyük iqtisadi planları ilə nə əlaqəsi var? İndi gəlin bayaqçı rəqəmlərə qaydaq və bu iki fərqli dünyanı bir-birinə bağlayaq. Bu qrafik yadınızdadır? Bizim gecə saatlarında ziyarət etdiyimiz o canlı ticarət mərkəzləri, qaldığımız otellər, getdiyimiz restoranlar, bax bütün bunlar bu qrafikdəki mavi sütunların, yəni qeyri-karbohidrogen sektorunun artımının real həyatdakı təzahürüdür.
Bu, iqtisadi strategiyanın kağız üzərində qalmadığının canlı sübutudur. Dünya Bankının hesabatı da bunu rəqəmlərlə təsdiqləyir. Məsələn, otel və restoran xidmətlərində 13,6%lik, ticarətdə isə 11,6%lik artım var. Başqa sözlə desək, sizin bir turist kimi orada yaşadığınız hər bir təcrübə birbaşa bu rəqəmlərin yaranmasına kömək edir. Bu qrafik isə ölkənin maliyyəsinin nə qədər dayanıqlı olduğunu göstərir. Yəni, dünya bazarında enerji qiymətləri düşsə belə, dövlətin gəlirləri ilə xərcləri arasında sağlam bir tarazlıq var. Bu da o deməkdir ki, bu böyük transformasiya planları möhkəm bir zəmin üzərində qurulub. Və gəldik məncə ən heyrətamiz göstəriciyə. 2024-cü ildə Qətərdə işsizlik səviyyəsi cəmi 0,13% olub. Bəli, düz eşitdiniz, 0,13%. Bu, həqiqətən də ölkənin əmək bazarının nə qədər güclü və stabil olduğunu göstərən inanılmaz bir rəqəmdir. Beləliklə, bütün bu məlumatları, təcrübələri və rəqəmləri bir araya gətirsək, bu xüsusi səyahətdən hansı nəticələri çıxarmaq olar? Gəlin müsbət və mənfi tərəflərini bir daha ümumiləşdirək. Deməli, bir tərəfdə heç bir başqa vaxt yaşaya bilməyəcəyiniz dərin bir mədəni təcrübə, möhtəşəm iftar süfrələri və gündüzlərin o inanılmaz sakitliyi var. Digər tərəfdə isə təbii ki, praktik çətinliklər var. Gündüz restoranların çoxu bağlıdır, çöldə bir stəkan su belə içə bilmirsiniz. Yəni, hər kəs bu təcrübəni özü üçün dəyərləndirməlidir. Və sonda sizi bu sualla baş-başa buraxmaq istərdim. Bir ölkənin həm ən dərin mənəviyyatını, həm də ən sürətli inkişafını eyni anda görmək. Bəlkə də səyahətin əsl mənası elə budur. Bu haqda düşünməyə dəyər. İzlədiyiniz üçün çox sağ olun.